Salam əzizlər, biz keçən dərsimizdə feilin təsriflənən formalarından danışdıq. Bu gün isə feilin təsriflənməyən formalarından danışacağıq. Təsriflənməyən nə deməkdir ümumiyyətlə mənası? Təsriflənən odur ki, şəxsə və kəmiyyətə görə dəyişsin, amma təsriflənməyən şəxsə və kəmiyyətə görə dəyişmir, stabil olaraq qalır. Yəni, şəxs şəkilçiləri qəbul etmir. Məsələn, gəlin təsriflənməyən formalardan məslərə tutaq ki, baxaq. Deyirəm ki, mən oxumağam olur, olmur. Oxumaq, mən oxumaq. İndi arxasıca gələcək, mən oxumaq üçün gəlmişəm filan, amma oxumağın özü şəxs sonluğu qəbul etmir. Amma təsriflənən feilə baxaq, tutaq ki, gəldi. Gəldi. Deyirəm ki, indi mən gəldim. Qabağına mən qoyuram. Mən gəldim. Sən gəldin və s. Qısacası şəxs sonluqlarını qəbul edir. Amma təsriflənməyən feillər şəxs sonluqlarını qəbul etmir. Bu belə və yadınızda saxlayaq ki, feilin təsriflənməyən formaları üçdür. Birincisi məsdər, ikincisi feili sifət, üçüncüsü feili bağlama və bu hər üç formanın üçü də iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Məsdər isimlə feilin xüsusiyyətini, feili sifət feillə sifətin xüsusiyyətini, feili bağlama feillə zərfin xüsusiyyətlərini özündə birləşdirir. İndi gəlin bir-bir məsdər, feili sifət və feili bağlamanın xüsusiyyətlərinə baxaq. Məsdər dedik ki, həm feilin, həm də ismin xüsusiyyətlərini daşıyır və şəkilçisi maq, məkdir. Məsdərin feilə aid hansı xüsusiyyətlər var? Birincisi, təsdiqdə və inkarda olur. Məsələn, gəlmək, gəlməmək, yazmaq, yazmamaq və s. Feilin müəyyən növündə olur. Müəyyən növündə də qrammatik məna növlərindən söhbət gedir. Məsələn, deyirəm ki, oxumaq, yazıram bura, oxumaq, məlum növ, düzdür. Sonra oxunulmaq, oxunulmaq. Nə oldu? Oldu məchul növ, ul var. Sonra deyirəm oxutdurmaq, oxutdurmaq. Nə oldu? İcbar növ. Deməli, maqməşdən əvvələ baxıram və görürəm ki, bu feil hansı növdədir? İcbar növdədir və yaxud bu məchul növdədir və s. Görmək, görünməklə, demək, deyinmək və s. Və məsdər tərkib əmələ gətirir. Nəinki məsdər həm feili sifət, həm də feili bağlama tərkib əmələ gətirir. Bunun haqqında dərsin sonunda geniş məlumat verəcəm ki, bu tərkib əmələ gətirmək nə deməkdir. Bəs məsdərin ismə aid hansı xüsusiyyətlər var? Məsdərin ismə aid xüsusiyyətləri hallanır, mənsubiyyətə görə dəyişir. Məsələn, tutaq ki, deyirik gəlmək. Gəlmək. İndi hallanır. Deyirəm ki, tutaq ki, gəlmək, gəlməyin, gəlməyə, gəlməyi, gəlməkdə, gəlməkdən. Mənsubiyyətə görə dəyişir mənim gəlməyim, sənin gəlməyin, onun gəlməyi və s. Və məsdər nə sualına cavab verir. Məsələn, oxumaq, nə? Deyir ki, oxumaq gözəl şeydir, nə? Oxumaq. Deməli, məsdərin ismi aid xüsusiyyətlərindən biri də nə sualına cavab verməsidir. Və şəxs sonluğu dır, üstü dördü qəbul etməklə cümlədə ismi xəbər olur. İsmi xəbər necə olur? Məsələn, deyir ki, onun məqsədi gəlməkdir, oxumaqdır, yazmaqdır və s. Cümlədə mübtəda, tamamlıq, zərflik də ola bilir. Necə ola bilər mübtəda? Deyirəm ki, oxumaq gözəldir. Nə gözəldir oxumaq? Tamamlıq kimi deyirik, oxumaqdan bezmişdi. Nədən bezmişdi? Oxumaqdan. Zərflik kimi də bunu deyək ki, məsələn, oxumaq üçün gəlmişdi. Nə üçün gəlmişdi? Nə məqsədə gəlmişdi? Məqsəd zərfliyi kimi də işlənə bilir və məsdər qoşmalarla işlənir. Oxumaq üçün, oxumağa görə, yazmaq üçün, yazmağa görə və s. Deməli, məsdərin ismə aid xüsusiyyətləri sağda sadladıqlarımız, solda da feilə aid sadladıqlarımızdır. Bəs məsdər ismə aid bütün xüsusiyyətləri mi qəbul edir? Təbii ki, xeyr. Məsdər cəmlənə bilmir, amma ismi birləşmənin ikinci tərəfi olduğu təqdirdə bu istisna haldır ki, cəmlənir. Məsələn, onların oxumaqları və s. Amma bu bizim qaydamızı pozmur. Biz deyirik ki, məsdər cəmlənə bilmir. Bir-iki istisna ilə biz
qayda müəyyən etmirik. Sifətləşə bilmir. Yəni məzdər sifətləşmək nədir? Necə, nə cür, hansı suallardan birinə cavab vermir və sifətləşə bilmədiyinə görə təyin də ola bilmir cümlədə. Baxın, dedik ki, cəmlənə bilmir. Sifətləşə bilmir. Sifətləşə bilmədiyinə görə cümlədə təyin də ola bilmir. Və mücərrəd konkret ola bilmir, ümumi xüsusi ola bilmir. Bu da məzdərin ismə aid olmayan xüsusiyyəti. İsmə aid olmayan. Normalda biz bildik ki, ismə aid xüsusiyyətləri var, amma ismin bütün xüsusiyyətlərini daşımır. Bu hissələri daşımır. Sonra keçək biz fe'li sifətə. Fe'li sifət də ikili dedik xüsusiyyət daşıyır, ikinci hissəsinin xüsusiyyətini daşıyır. Adından da göründüyü kimi fe'lin və sifətin. Və fe'li sifətin özünə məxsus şəkilçiləri var ki, bu şəkilçiləri həm fe'li sifətin, həm indi birazdan danışacağımız fe'li bağlamanın şəkilçilərini bilmədən bu mövzunu yaxşı qavramaq biraz mümkün deyil. Düzdür, məntiqlə yanaşırıq, tapırıq, amma şəkilçisini də mütləq bilməliyik. Deməli, fe'li sifətin hansı şəkilçiləri var? Mış, dıq, üstəgəl, mənsubiyyət, an, ən, acaq, əcək, ası, əsi, malı, məli. Gördüyünüz kimi bunların bir çoxu artıq sizə tanışdı. Məsələn, mış tanışdı, an yox, acaq tanışdı, ası tanışdı, malı tanışdı. Bunları siz bundan əvvəlki dərslərdə görmüsünüz. Bəs yaxşı, fe'li sifətin hansı sualları var? Fe'li sifət həm fe'lin dedik, həm də sifətin xüsusiyyətlərini daşıyır. İndi birazdan deyəcəyik hansı xüsusiyyətlərdir. Amma bunu bilək ki, fe'ldəki hərəkəti götürüb, sifətin də suallarını. Biz baxırıq ki, hərəkət necə, nə cür, hansı sualına cavab verirsə, deməli bu fe'li sifətdir. Məsələn, oxunmuş kitab. Baxın, oxumaq bir hərəkətdir. Oxunmuş kitab. Necə kitab? Hansı kitab? Siz bu mışı, bunu da əvvəlcədən deyim ki, mışı keçmiş zaman muş şəkilçisi ilə qarışdırmayın. Məsələn, deyirsən ki, o bu kitabı oxumuşdur. Oxumuşdur. Amma oxunmuş kitab necə kitab? Yəni, qısacası mış üstü 4 şəkilçisi olan söz necə, nə cür, hansı sualına cavab verirsə, o fe'li sifətdir. Sonra dıq, üstəgəl, mənsubiyyət. Bunu adətən testlərdə siz necə görəcəksiniz? Dığı deyir, duğu düyü formasında. Belə 90% bu formada özünü göstərir. Oxuduğum kitab, yazdığım kitab, qaçdığım yer, vurduğum adam və s. Bunların hamısı nədir? Fe'li sifətdir. Hardan bilirəm? Necə, nə cür, hansı suallardan birinə cavab verir? Oxuduğum kitab hansı kitab? Sonra an, ən. Gülən qız, nə bilim, yeriyən oğlan, qaçan at və s. Bir də bir şey deyim ki, fe'li sifətlə fe'ldən düzələn sifəti qarışdırmayın. Bunu mən sifət bəhsində demişəm. Məsələn, deyirəm ki, qaçan at, qaçan at. Bir də var qaçağan at. Qaçağan at. Sual veririk, qaçan at. Hansı at, necə at, qaçağan at, necə at, hansı at. Hər ikisi necə sualına cavab verir. Birincisi bunu siz kök şəkilçiyə ayıraraq da tapa bilərsiniz. Məsələn, deyərsiniz ki, qaçmaq sözün kökü, qaçan, qaçan at. Qaçmaq sözün kökü ağ şəkilçimiz yoxdur ki, ağan, əyən bütövlükdədir. Ağan, əyən var, fe'li sifətdə yox. Deməli, bu fe'li sifətdir, fe'li sifət. Bu isə sadəcə olaraq sifətdir. Bundan əlavə, yadınızda saxlayın, fe'li sifət inkarlıq xüsusiyyətini daşıyır. Yəni, inkarlıq, fe'lin inkarlığı xüsusiyyətini özünə götürüb. Əgər bir söz necə, nə cür, hansı sualına cavab verirsə və bunun inkarı varsa, bu fe'li sifətdir. Məsələn, qaçan at, qaçmayan at. Qaçağan at, qaçamağan at demək olmur. Ona görə də bu sifət olur. Bax, təkcə inkarını belə deyə bilərsiniz. Yox, inkar yadınızdan çıxdı ki, necə tapırdıq, ay Allah, bunu kök şəkilçiyə ayıraraq tapa bilərsiniz. Bu öz yerində, amma yadınızda saxlayın ki, əgər inkarı varsa, bir belə deyək, sifət kimi görünür, necə hansı sualına cavab verir, amma inkarı varsa, sifətin inkarı olmaz ki, inkarlıq fe'lə aid bir xüsusiyyətdir. Deməli, bu fe'li sifətdir. Bunları silək.
Sonra acaq əcək şəkilçisi. Acaq əcəyi biz 2 yerdə görmüşük bundan əvvəl. Bu da olur 3-cü acaq əcək. Harada görmüşük? Birincisi görmüşük gələcək zaman şəkilçisi kimi. Məsələn, deyirsən ki, o oxuyacaq. Oxuyacaq. Buradakı oxuyacaq nədir? Nə edəcək? Baxın, necə suala cavab vermir ha. Nə edəcək? Oxuyacaq. Bu gələcək zamandır. Gələcək zaman. İndi deyirəm ki, oxunacaq kitab. Oxunacaq kitab. Necə kitab? Hansı kitab? Oxunacaq kitab. Artıq bu oxunacaq nə olur? Fe'li sifət olur. Niyə? Çünki necə, nə cür, hansı suallardan birinə cavab verir. Bir də var ki, acaq əcəklə feildən isim düzəlir. Məsələn, dayanacaq. Kimsə dayanacaq yox, avtobus dayanacağı. Oturacaq. Məsələn, altımızda olan skamya, oturmaq üçün, oturacaq. Deyirəm ki, mən bəzən deyirəm, məsələn, Əhməd oturacaqda oturacaq. Yəni, skamyada, oturacaqda oturacaq. Orada 2 dənə acaq var. Biri leksik şəkilçisidir, biri isə qrammatik şəkilçisi. Yadınızda saxlayın, məsdərdir, fe'li sifətdir və fe'li bağlama qrammatik şəkilçisidir. Gəlin, dediyim cümləni yazım. Məsələn, dedim, Əli oturacaqda oturacaq. Deməli, oturmaq sözün kökü oturmaqdan nə yaranıb? Oturacaq sözü yaranıb. Yəni, bu altımıza qoyub oturduğumuzdan söhbət gedir. Dadə də qrammatik şəkilçisi. Amma burada oturmaqdan acaq əcək qəti gələcək zamandır. Ona görə buradakı qrammatik şəkilçisidir. Bu acaqları yadınızda saxlayın, qarışdırmayın. Deməli, acaq var leksik şəkilçisi, feildən isim düzəldir. Acaq var gələcək zaman, qəti gələcək zamanın. Bir də acaq var necə, nə cür, hansı suallardan birinə cavab verir və fe'li sifət olur. Görüləcək işlər, yazılacaq məktub və s. Hamısı necə, nə cür, hansı suallarından birinə cavab verir. Sonra kəsək indi ası, əsi. Ası, əsi şəkilçisi qəbul etmiş söz. Necə, nə cür, hansı suallarından birinə cavab verəndə olur fe'li sifət. Deyiləsi söz, görüləsi iş. Necə iş? Görüləsi iş. Necə söz? Deyiləsi söz. Bir də var ki, məsələn, bu kitab oxunasıdır. Yəni, sabaha qədər oxunasıdır bu kitab. Və yaxud bu söz hökmən deyiləsidir. Bu artıq feilin lazım şəklidir. Nə ediləsidir? Sualına cavab verəndə olur feilin lazım şəkli, amma necə, nə cür, hansı suallarından birinə cavab verirsə, bu olur fe'li sifət. Bunu feilin şəkillərindən danışanda onsuz da bir dəfə demişdik, bu da olsun ikinci dəfə. Həmçinin malı, məli də eyni formada. Hər malı, məliyə biz fe'li sifət demirik. Bizə lazımdır ki, malı, məli şəkilçisi qəbul etmiş söz sifətin suallarını daşısın. Məsələn, oxunmalı dərs. Oxunmalı. Yeməli meyvə. Necə meyvə? Amma biri də var ki, malı, məli şəkilçisi qəbul edir və necə, nə cür, hansı suallarından birinə cavab vermir. Onda olur feilin lazım şəkli. Məsələn, deyirəm ki, məsələn, o meyvə, bunu mən keçən dərsimizdə demişdim. O meyvə yeməlidir. Yeməlidir. Bir də deyirəm ki, o, vergülümü də qoyuram, meyvə yeməlidir. Meyvə yeməlidir. Gəlin, indi baxaq. O meyvə, yəni hansı meyvə? O meyvə. Necədir? Yeməlidir. Yəni, yetişib tam yeyiləsi meyvədir. Yeməlidir. Necədir? Yeməlidir. Yəni, yetişib. Bir də var ki, o, yəni o kimdir? Tutaq ki, Əli meyvə yeməlidir. Nə etməlidir? Yeməlidir. Yəni, hökmən bu meyvəni Əli yeməlidir. Vəssalam. O, meyvə yeməlidir. Həkimə gedib, həkim deyir ki, filan meyvəni Əhməd, Əli yeməlidir. Bir də var ki, o meyvə yeməlidir. Yəni, yetişib. Bu artıq birincidəki malı, məli fe'li sifətdir.
İkincisindəki malı məli isə bu isə feilin icbar növüdür. Bunları da qarışdırmayaq, diqqətli olaq. Bir də bir şeyə diqqət eləyək ki, hər malı məli gördüyümüz sözə biz feili sifət və yaxud feilin icbar növü demirik. Məsələn, burada baxırıq, dondurmalı. Burada görürük ki, malı məli var, qovurmalı malı məli var. Amma gəlin bunu kök şəkilçiyə ayıraq. Donmaqdan dondurmaq, düzdür. Dondurmaqdan dondurma sözü yaranıb, dondurma, yəni marojna. Dondurmadan isə dondurmalı. Necə dondurmalı pirog, necə pirog. Bu sözdə malı məli şəkilçisi varmı? Görürük ki, yoxdur. Kök şəkilçisi ayıranda görürük ki, dondurmaq sözündən dondurma sözü yaranıb. Dondurma ismindən də dondurmalı sifəti yaranır. Duzlu. Necə ki, məsələn, duzlu yemək. İndi dondurmalı pirog. Necə pirog? Dondurmalı. Sonra qovurmalı aş. Qovur sözün kökü. Burada malı məli var. Qovurdan nə yaranıb? Qovurma yeməkdir. Qovurma. Qovurmadan da qovurmalı aş. Yəni bu tutaq ki, qaralı aş deyil, qovurmalı aşdır. Yəni dolmalı aş deyil, nədirsə qovurmalı aşdır. Burada malı məli şəkilçisi var? Yoxdur. Deməli, biz bunların heç birinə nə feili sifət, nə də ki, feilin vacib şəkli deyə bilmərik. Çünki malı məli şəkilçisi yoxdur burada. Və yadımızda saxlayaq. Bu feili sifət özündə zaman məzmunu ifadə edir. Nə deməkdir zaman məzmunu? Yadınızda saxlayın. Yuxarıda verdiyim mış və dıq üstəgəl mənsubiyyət keçmiş zaman məzmunu daşıyır. Məsələn, oxunmuş kitab. Artıq o kitab oxunub. Düzdür, necə, nə cür, hansı suala cavab verir? Bax, cümləmə diqqət edin. Demirəm, keçmiş zamanda olur. Feilin təsriflənməyən formaları zamana görə dəyişmir. Amma zaman məzmunu daşıyır. Yəni, biz bunun məzmununa baxanda görürük ki, nə deyirik? Oxunmuş kitab. Yəni, artıq oxunub. Və yaxud oxuduğum kitab. Nə vaxtsa oxumuşam bunu. Deyirəm ki, oxuduğum kitab bir maraqlıydı. Mən nə vaxtsa oxumuşam. Sonra, ikinci, ən şəkilçisi indiki zaman məzmunu daşıyır. Bir daha deyirəm, indiki zamanda deyil. İndiki zaman məzmunu daşıyır. Gülən qız hal-hazırda gülür. Amma digər üçü isə acaqdır, asıdır, malıdır. Bunlar gələcək zaman məzmunu daşıyır. Bunlar haradasa lazım olsa, təbii ki, testdə. Testdə deyəcək ki, məsələn, hansı feili sifət gələcək zaman məzmununa sahibdir. Siz artıq orada baxacaqsınız ki, acaq, əcək, ası, əsi və malı, məli şəkilçisi ilə düzələn feili sifət olsun cavablarda. Və yaxud keçmiş zaman məzmunu daşıyır, mışla dıq üstəgəl mənsubiyyət olsun. Deməli, feili sifət zaman məzmunu daşıya bilir. Mışla dıq olur keçmiş zaman, acaq, ası, malı gələcək zaman, ən də indiki zaman məzmunu daşıyır. İndi isə keçək feili sifətin ən birincidə dediyim feilə və sifətə aid olan xüsusiyyətlərindən danışaq. Feili sifətin feilə aid xüsusiyyətləri dinməzlərlə eynidir. Təsdiq və inkarda olur. Məsələn, qaçan, qaçmayan, vuran, vurmayan. Feilin müəyyən növünə aid olur. Vuran, vurulan, məchul növdə. Tərkib əmələ gətirir, dedim, danışacağam. Zaman məzmunu da elə indi bundan əvvəl burada zaman məzmunundan danışdım. Feili sifətin sifətə aid hansı xüsusiyyəti var? Əşyanın əlamətini bildirir. Necə ki, sifət əşyanın əlamətini bildirir, bu da əşyanın əlamətini bildirir, eynən. İsmə aid olur və isimdən əvvəl gəlir. Fikir verin, misallarımıza qaydaq. Oxunmuş kitab, oxuduğum kitab, gülən qız, deyiləsi söz, oxunmalı dərs və s. Hamısı isimdən əvvəl gəlir və ismi izah edir. Sonra, sifət kimi isimləşə bilir. Deyirsən ki, məsələn, oxuyanlar qalib gəldi. Oxuyanlar qalib oldu. Qalib gəldi. Bax, qalib gəldi kim? Oxuyanlar. Oxuyan. Ən nədir? Feili sifətdir. Amma burada
Əslində bu necədir? Oxuyan şagirdlər qalib gəldi. Şagirdlər sözü düşüb. Düşən kimi biz də bilirik ki, sifəti isimdən ayıranda, daha doğrusu ismi sifətdən ayıranda isim öz şəkilçilərini verir ora ki, mən nə vaxtsa burada olmuşam. İndi eynən fe'li sifətlər belədir. Lar şəkilçisini verdi şagird sözü oxuyan sözünə, özü çıxdı aradan. Oxuyanlar qalib gəldi. Sifət kimi isimləşə bilir. Cümlədə əsasən təyin olur, necə ki sifət həmişə təyin olur, amma isimləşəndə mübtəda, tamamlıq və ismi xəbər olur. Məsələn dedik, oxuyanlar qalib gəldi, oxuyanları təltif etdilər və yaxud təbrik etdilər. Kimi təbrik etdilər və yaxud təltif etdilər? Oxuyanları, bu olur tamamlıq. Bir də ki, deyirsən ki, bu qız ağlayandı. Yəni ağlayan qızdır. Ağlayandı, bu olur ismi xəbər. Bu da belə. Sonra gərək fe'li sifətin isimləşməsinə. Elə indi əslində mən o isimləşmədən misal gətirdim. Döyüşənlər mükafatlandırıldılar. Kim döyüşənlər? Çalışan qalib gəldi. Kim çalışan? Oxunmuşlar kənara qoyuldu. Nə oxunmuşlar? Fikir versəniz, biraz yaxınlaşdırım. Düzdür, bundan əvvəl də izah elədim. Döyüşənlər. Döyüşən insanlar mükafatlandırdılar. Yəni burada insanlar. Döyüşən insanlar. İnsanlar sözünü ayırdıq. Ayıran kimi insanlar bunlar şəkilçisini verir özündən əvvələ ki, mən nə vaxtsa burada olmuşam. Döyüşənlər mükafatlandırıldılar. Çalışan qalib gəldi. Çalışan insan qalib gəldi. Çalışan adam qalib gəldi. Bu adam sözü buradan çıxdığına görə avtomatik olaraq öz sualını verir çalışana. Oxunmuşlar kənara qoyuldu. Məsələn, oxunmuş nə olsun? Kitab olsun, məktub olsun. Məktub deyək. Oxuyub kənara qoyur. Məktub. Nə pis yazdım. Məktublar. Yəqin ki, anlayarsınız. Məktublar. Oxunmuş məktublar kənara qoyuldu. Məktub sözünü buradan ayırdıq. Özünün lar şəkilçisini dərhal öz üstündə olanları verdi. Özündən əvvəlki fe'li sifətə ki, mən nə vaxtsa burada olmuşam. Bu da oldu, oxunmuşlar kənara qoyuldu. Yəni fe'li sifət nə oldu? İsimləşdi. Daha doğrusu isimləşmək termini yoxdur. İsmi xüsusiyyətlərini daşıdı deyək buna. Deməli, ismi xüsusiyyətlərini daşıyanda olur, mübtəda ola bilər, tamamlıq ola bilər və ismi xəbər ola bilər. Və bunu da yadımızda saxlayaq ki, fe'li sifət isimləşəndə bəzi xüsusiyyətləri daşımır. Hansılar da olar? Hara sualına cavab vermir. Axı ismin hara sualı da var. Amma bu hara sualına cavab vermir. Ümumi xüsusi ola bilməz və mücərrəd konkret ola bilməz. Mücərrəd konkret olmaq, ümumi xüsusi olmaq sırf ismə aiddir. İsimləşən digər nitq hissələrinə aid deyil. Sırf ismin xüsusiyyətidir ki, ümumi xüsusi və mücərrəd konkret olmaq. Amma digər xüsusiyyətlərini demək olar ki, digər nitq hissələri ilə əsasən də sifətlə, sayla və fe'li sifətlə bölüşə bilir. Fe'li sifət haqqında deyəcəklərim bu qədər, bu kifayət eləyər. İndi isə keçək fe'li bağlamaya. Fe'li bağlamanın xeyli şəkilçisi var. Bu şəkilçiləri bilməsəniz fe'li bağlamanı tapa bilməyəcəksiniz. Fe'li sifətin şəkilçiləri rahatdır əslində, çünki demək olar ki, çoxu, hamısı yox ha. Testlərdə qabağınıza çıxacaq ki, hamısı fe'li sifət şəkilçilərinin hamısı amonimdir, səhvdir. Hamısı amonim deyil, amma çoxu amonimdir. Bu amonimliyə görə də fe'li sifətin şəkilçilərini öyrənmək daha rahatdır. Amma fe'li bağlamanın şəkilçiləri, nə yalan deyim, biraz çətindir. Gərək ya çoxlu test işləyəsiniz, o formada yavaş-yavaş beyninizdə qala, yaddaşınızda qala, ya da ki, oturub bir dəfəlik əzbərləyəsiniz bu şəkilləri, sonra testi işləyərək əzbərlədiyiniz sözləri möhkəmlədəsiniz. Gəlin, indi fe'li bağlamanın şəkilçilərinə baxaq. Ib, ib, ub, üb. Birinci. Məsələn, deyir, çantanı yerə qoyub qaçdı. Qoyub qaçdı. Fe'li bağlama, bunu deyək ki, fe'lin və zərfin xüsusiyyətini daşıyır. Məsələn, necə qaçdı? Çantanı yerə qoyub qaçdı. Madan mədən, fikirləşmədən cavab vermə. Cavab vermə. Necə cavab vermə? Fikirləşmədən cavab vermə. Bəs deyərsin, necə sualına cavab verir, fe'li sifət olmasın?
Olmaz. Hərəkətə aiddir. Hərəkətə aiddirsə fe'li sifət ola bilməz. Fe'li sifət dedik axı ismə aid olur və isimdən əvvəl gəlir. Sonra a təkrarlanan a və yaxud ə. Həsən gülə-gülə gəlirdi. O qaça-qaça gəlirdi. Amma indi siz bu a-nı görüb asta-asta sözünü də bura yazım mən. Məsələn, asta-asta. O asta-asta gəlirdi. Gəlir. Deyəsən, aha, fe'lə aiddir və a'lar da var. Onda sözün kökü astdır. Olmaz axı. Olmaz. Bu nədir bəs asta-asta? Zərfdir. Zərfdə bundan geniş danışacağıq. Hələ ki, testlərdə qarışdırmayasınız deyə deyirəm ki, hər a, şəkilçisini sözdə görəndə, daha doğrusu hərfini görəndə siz buna şəkilçi deməyin. Sonra araq, ərək şəkilçisi. Çantanı yerə qoyaraq qaçdı. Necə qaçdı? Çantanı yerə qoyaraq qaçdı. Anda əndə, kəndə gedəndə qəza keçirdik. Dıqca dikcə, duqca dükcə. Danışdıqca nitqə açılırdı. Arkən ərkən, evə gedərkən, orada qalarkən və s. Dıqda, baxın, dıqca da var, dıqda da var. Saçlarını yolduqda adamın ürəyi ağrıyır. Sonra ınca, onu burada görüncə hər şeyi anladı. Armaz, armaz nədir? Bir tərəf ar olur, bir söz ar, digər tərəf məz və yaxud maz olur. Məsələn, deyir, görər görməz, qaçar qaçmaz, içəri girər girməz yıxıldı. Bu da oldu fe'li bağlamanın şəkilçiləri. Fe'li bağlama haqqında iki şey yadınıza saxlayın ki, fe'li bağlama ilə cümlə bitməz. Hökmən fe'li bağlamadan sonra nəsə olmalıdır. Yəni, nəsə sözlər gəlməlidir. Məsələn, gəlin baxaq. Çantanı yerə qoyaraq davamını gözləyirsən. Çantanı yerə qoyaraq nə? Qaçdı, oturdu, durdu, nəfəsini dərdi, nə? Davamı var. Sonra saçlarını yolduqda Həsən gülə-gülə, kəndə gedəndə davamı var. Cümlə yarımçıq qalır. Ona görə deyirik ki, fe'li bağlama ilə cümlə bitməz və fe'li bağlama, yadınızda saxlayın bunu və diqqət edin bəzi məsələlərə. Fe'li bağlama qoşma ilə işlənmir. Əgər bir söz qoşma ilə işlənirsə, deməli o fe'li bağlama deyil. Məsələn, gördükdən sonra geri qayıtdı. Deyirik ki, müəllim, burada dükdə var da, görmək, gördükdən, bax, gördükdə. Dükdə, arada da bizə dıqca, dıqda, dikdə, duqda, dükdə. Dükdə. Bax, bu şəkilçi var burada. Amma gəlin indi bunu biraz yaxınlaşdırıb baxaq. Bir dənə də belə baxaq. Bir dənə də belə baxaq. Rəngimizi də dəyişək. Deməli, görmək sözün kökü. Görmək. Sizin dediyiniz kimi təhlil eləyək, daha doğrusu bayaq dediyimiz kimi indi təhlil eləyək. Eynən dediyimiz kimi. Dükdə olduğu fe'li bağlama. Bəs bunun nədir? N bitişdir sabit. Nə ilə bitişdirəcək? Olmaz. Sonra ilə olmaz. Deməli, buradakı dükdə deyilmiş. Nəymiş? Görək nədir? Görmək sözün kökü. 3 şəkilçi. Biz dedik, fe'li sifətdə var. Dık, dik, duq, dük. Dən də hal şəkilçisi. İkinci bir səbəbimiz odur ki, bunun fe'li bağlama olmamasının sonra qoşması. Gəldikdən sonra, səndən sonra, ondan sonra və s. Deməli, sonra sözü də bizə bildirir ki, diqqətli ol. Ay testi işləyən, diqqətli ol ki, mən fe'li bağlama ilə işlənmərəm. Ümumiyyətlə, heç bir qoşma, bayaq dedik ki, fe'li bağlama ilə işlənməz. Sonra, oxuduqdan sonra eyni şeydir, oxumaq, dıqdanı görün bütöv götürüb, n tək qalsın, olmaz. Bəs sonra nə edəcəksən? Sonra qoşmadır. Fe'li bağlama qoşma ilə işlənməz. Bunu uzaqlaşdıraq. Fe'li bağlama ilə bağlı ümumi məsələlər bu qədər. Bəzi qeydləri sizin nəzərinizə çatdırım ki, dönə-dönə, tikə-tikə və qoşa-qoşa sözləri həm zərf ola bilər, həm də fe'li bağlama ola bilər. Necə? Məsələn, dönə-dönə sözünü iki cümlədə işlədək. Deyirəm ki,
hekayəni dönə-dönə təkrar edirdi. Baxın buradan hekayəni gəldim bura. Dönə-dönə təkrar edirdi. Bir də evin ətrafında dönə-dönə məni axtarırdı. Evin ətrafında dönə-dönə. Fərqi nədir? Necə tapacağıq? Fe'li bağlamanın digər şəkilçisi olan araq, ərək şəkilçisi ilə. Araq, yuxarıdan yazaq biraz, digərlərinə də mane olmasın. Deməli, hansı şəkilçisi ilə? Araq, ərək şəkilçisi ilə. Araq, üstü 2. Bu şəkilçisi vasitəsilə biz tapacağıq. Məsələn, indi dönə-dönə dedik, tikə-tikəyə baxaq. Tikə-tikə, məsələn, tikə-tikə hissə-hissə mənasında olsa təzəli kəs sərfi nəsə, bunu istəmirəm sizə deyəm. Praktik formada yanaşaq. Tikə-tikə, cümlələrə baxaq, çıxardaq. Əti tikə-tikə doğradılar, köynəyini tikə-tikə söhbət edirdi. Hansını araq ərək şəkilçisini qoya bilirik? Məsələn, əti tikərək doğradı ola bilər? Yox. Amma köynəyini tikərək söhbət edirdi olur? Olur. Köynəyini tikərək söhbət edir və sılam. Deməli, bu nə oldu? Fe'li bağlama oldu. Fe'li bağlamanın şəkilçisi araq ərəki artıranda olur fe'li bağlama, yəni artıra biliriksə olur fe'li bağlama, artıra bilmiriksə olur zərf. Sonra qoşa-qoşa. Deyirəm ki, onlar içəri qoşa-qoşa girdilər. Qoşaraq girdilər olur? Yox. Amma deyirəm, atı arabaya qoşa-qoşa mənlə söhbət edirdi. Atı arabaya qoşaraq söhbət edirdi. Qoşanda söhbət edirdi, qoşaraq söhbət edirdi. Deməli, bunlar nə oldu? İkinci dediyim atı arabaya qoşa-qoşa sözü oldu. Oradakı qoşa-qoşa sözü oldu fe'li bağlama. Amma onlar içəri qoşa-qoşa girdilər. Yəni, necə girdilər? Bu isə olur zərf. Deməli, 3 sözü yadımıza saxlayırıq. Dönə-dönə, tikə-tikə, bir də qoşa-qoşa. Bunlar həm zərf ola bilər, həm də fe'li bağlama ola bilər. Bir daha təkrar edirəm ki, araq ərək şəkilçisini, hansı şəkilçisi? Bir də yuxarı yazaq. Araq ərək şəkilçisini artıra bildiyimiz söz olur fe'li bağlama, artıra bilmədiyimiz olur zərf. Heç yuxarıdakına birincisinə qoymadıq o araqı. Deyirəm ki, hekayəni dönərək təkrar edirdi, yəni yerində fırlanaraq təkrar edirdi, olmaz axı. Amma evin ətrafında dönərək məni axtarırdı, yəni fırlanaraq məni axtarırdı, olar. Deməli, birincisində olmur, ikincisində olur. Deməli, birincisi zərfdir, ikincisi isə fe'li bağlamadır. Bu da belə. İndi keçək mənim bayaq dediyim tərkiblərə, yəni məstər, fe'li sifət və fe'li bağlama tərkiblərinə. Tərkib nədir? Yadınıza saxlayın ki, əgər məstər, fe'li sifət və fe'li bağlamadan əvvəl onlarla əlaqədə olan söz olursa, sözlər daha doğrusu olursa, ola bilər 3 söz ola bilər, 2 söz, 5 söz. Onların hamısını özündən, öz ətrafında toplayır və bir cümlə üzvü olur. Düzdür, bu cümlə üzvləri və ümumiyyətlə bu tərkibi ən yaxşı başa düşəcəksiniz cümlə üzvlərini biləndən sonra. Onda hər şey daha aydın olacaq və biz sintaktik təhlil eləyəndə hər dəfə deyəcəyik ki, bax, tərkib yaradıb falan şeyə görə artıq onda sizin beyninizdə qaranlıq qalan heç bir məqam olmayacaq. Amma indi bizim bəzi testlərimizdə işləyəcəyimiz dimin toplusunda lazımdır, çox yox, çox güc verilməyib ona, amma bəzi testlərdə işin içindən çıxmaq üçün müəyyən məlumat verəcəm tərkib haqqında. Məstər tərkibi. Məstər tərkibi odur ki, biz baxırıq maqmək olan sözə və ondan əvvəlki sözlərə. Əgər ondan əvvəlki sözlər onunla birbaşa əlaqəyə girirsə, biz onu götürürük. Nə demək istəyirəm? Çox uzatmayayım. Bir yaxınlaşdırım. Deyirəm ki, ali məktəbə qəbul olmaq hər bir abituriyentin arzusudur. Hər bir abituriyentin arzusu nədir? Deyərsiniz, qəbul olmaq, hara qəbul olmaq? Ali məktəbə qəbul olmaq. Belə düşünsəniz, səhv düşünəcəksiniz. Niyə görə? Əgər bir sözə hara sualını verirsinizsə, hara. Deməli, bu zərflikdir, düzdür. Zərflik, yadınızda saxlayın, xəbərlə birbaşa əlaqəyə girir. İndi gəlin xəbərlə əlaqəyə aparaq. Adətən də belə eləyirik. Hələ ki, bizim bu dediyim kimi məstər, fe'li, sifət, fe'li bağlama mövzusunda aparıb onları xəbərlə əlaqələndiririk. Əgər əlaqələnmirsə, biz onu
müstəqil götürə bilmirik. Məsələn, ali məktəbə nədir? Abituriyentin arzusu. Hər bir abituriyentin arzusu. Ali məktəbə sözünü aparın, qoyun, birləşdirin ona. Ali məktəbə abituriyentin arzusu. Olur? Görürsünüz, olmur. Amma ali məktəbə qəbul olmaq hər bir abituriyentin arzusudur. Olur. Yaxşı, fe'li sifətə də baxaq, daha aydın olsun. Ali məktəbə qəbul olan şagird tələbə adını qazanır. Tələbə adını qazanır. Deməli, qazanır nəyi? Tələbə adını. Kim? Bax, bu cür təhlil etsəz, şagird. Hansı şagird? Kim deyirəm, düz xətt çəkilmiş. Hansı şagird? Deyərsiniz, qəbul olan şagird. Hara qəbul olan? Ali məktəbə. Hara qəbul, bunlara zərflik deyək. Amma səhvdir bu cür. Niyə görə? Gəlin yenə də bu qəbul olan nədir? Bax, qəbul olan fe'li sifətdir. Düzdür? Bu fe'li sifətdən əvvəlki sözü deyirik ki, bu ayrıdır. Bunu aparaq, əgər düşünürüksə ayrıdır, zərflik kimi düşündük də bunu. Ayrıdırsa, gəlin aparaq, xəbərini əlaqələndirək. Ali məktəbə qazanır, yoxsa tələbə adını qazanır? Tələbə adını qazanır, ali məktəbə qazanmır. Deməli, bu ali məktəbə sözü qəbul olan sözü ilə birlikdəymiş. Sonra digərinə baxaq. O, bədənini qaşıya-qaşıya bizə yaxınlaşdı. Bədənini qaşıya-qaşıya. Deməli, bunu belə təhlil eləsək, yaxınlaşdı. Onu deyim ki, bu yuxarıdakı səhvdir ya. Bu təhlilin deyirəm. Bunun təhlili belə olmadı. Ali məktəbə qəbul olan bu bütöv götürülməlidir. Sonra beyninizdə səhv qalar. Mən sadəcə səhvi eləyirəm ki, burada düzünü sonra göstərim. Deməli, yaxınlaşdı. Birincisi səhv təhlil eləyək. Yaxınlaşdı. Kim? O. Necə, kimə yaxınlaşdı? Bizə necə yaxınlaşdı? Deyir ki, qaşıya-qaşıya, necə? Zərflik. Nəyi qaşıya-qaşıya? Bunda tamamlıq götürür. Bədənini qaşıya-qaşıya səhvdir. Olmaz. Niyə görə? Əgər tamamlıqdırsa aparın, fe'lə bağlayın, xəbərə bağlayın. Bədənini yaxınlaşdı, yoxsa qaşıya-qaşıya yaxınlaşdı? Qaşıya-qaşıya yaxınlaşdı. Bədənini sözü, baxın, o yaxınlaşdı. Bədənini yaxınlaşdı olur, olmur. Deməli, bədənini sözü ondan sonraki qaşıya-qaşıya fe'li bağlamasının tərkibindədir. Bədənini qaşıya-qaşıya bizə yaxınlaşdı. Fikir verin, bax, bizə yaxınlaşdı. Qaşıya-qaşıya yaxınlaşdı. O yaxınlaşdı, bədənini yaxınlaşdı olmur. Deməli, bədənini burada tək qala bilməz. Nəyinsə tərkibidir ki, onu ayıranda bir məna kəsb etmir. Ona görə də bədənini sözü də qaşıya-qaşıya sözünə aiddir və deyirik ki, o bədənini qaşıya-qaşıya bizə yaxınlaşdı. Və bədənini qaşıya-qaşıya söz birləşməsini biz götürürük birlikdə bir cümlə üzvü. Sonra bu belə. İndi bir misal da sizin nəzərinizə çatdırım. Gəlin bunu təhlil eləyək. Mən qardaşımın gətirdiyi kitabları qaytarmaq üçün kitabxanaya getdim. Sizin yerinizə sual da verəcəm, cavab da verəcəm, təhlil də eləyəcəm. Bir özünüz videonu saxlayın, bunu təhlil edin, sonra danışaq. Yəqin ki, etdiniz. Deməli, gəlin bunu təhlil eləyək. Getdim, kim? Qar oldu. Ağlan eləyək. Getdim, kim? Mən. Haraya? Kitabxanaya. Nə üçün? Qaytarmaq üçün getməz də yəqin ki, kitabları qaytarmaq üçün. Lap bunu qaytarmaq üçün də götürsəniz, deyərsiniz ki, nə üçün qaytarmaq üçün? Belə. Nəyi qaytarmaq üçün? Kitabları qaytarmaq üçün. Buna tamamlıq deyə bilərsiniz. Hansı kitabları? Qardaşımın gətirdiyi kitablar. Buna təyin deyə bilərsiniz. Əgər bu cür düşünürsünüzsə və yaxud kitabları qaytarmaq üçün bütövlükdə götürürsünüzsə, belə götürürsünüzsə, yenə də səhv düşünürsünüz. İndi mən isə deyirəm, qardaşımın gətirdiyini bütövlükdə kitabları qaytarmaq üçün birləşdirmək lazımdır. Niyə ay müəllim? Qardaşımın gətirdiyi kitab. Hansı kitab? Niyə təyin olmur ki? Bu niyə təyin olmur? Ona görə təyin olmur ki, yadınıza saxlayın. Təyin özü o zaman müstəqil təyin olar ki, onun qoşulduğu, onun təyin etdiyi söz də müstəqil olsun. Qardaşımın gətirdiyi, bizim düşündüyümüz təyin. Nəyi təyin edib?
kitabları sözünü, düzdür? Hansı kitabı qardaşımın gətirdi? Kitab özü müstəqildir yoxsa nəyinsə tərkibindədir? Nəyinsə tərkibindədir. Kitabları qaytarmaq üçün. Hardan bilirəm? Məsələn, kitabları getdim olur, xəbərlə əlaqələndirirəm. Görürəm ki, kitabları getdim olmur. Deməli, kitabları sözü qaytarmaq sözü ilə nədir? Əlaqəyə girib və tərkib yaradıb. Məsdər tərkibində kitabları qaytarmaq üçün. Həm də üçün qoşmasının da işlənib. Düzdür? Düzdür. Əgər kitabları sözü özü müstəqil deyilsə, onun təyini də müstəqil ola bilməz. Yəni onun müstəqil bir təyini ola bilməz. Ona görə də qardaşımın gətirdiyi sözü gəlir birləşir kitabları sözünə və qardaşımın gətirdiyi kitabları qaytarmaq birlikdə olur məsdər tərkibi. Məsdər tərkibi. Bildiz səbəbi nədir? Bu qardaşımın gətirdiyi sözünü bu tərəfdə, yəni təyin götürməyib buna birləşdirmək. Ona görə birləşdirdik ki, bir daha deyirəm, onun qoşulduğu, təyin etdiyi söz özü müstəqil deyil, tərkibin içərisindədir. Məcbur olur ki, o da tərkibin içərisinə daxil olsun. Bu məsələlərdə diqqət edin. Onsuz da dediyim kimi bunu tam yaxşı başa düşmək üçün mübtəda, tamamlıq, təyin, zərflik bu mövzuları keçəndən sonra bu tərkib hissəsində tərkibin nə demək olduğunu da daha yaxşı başa düşəcəksiniz. Hələ ki, bunu bilməyiniz kifayət eləyir ki, əgər məsdərdən, fe'li sifətdən və fe'li bağlamadan əvvəlki sözlər varsa və onlar birbaşa həmin o məsdər, fe'li sifət, fe'li bağlama ilə əlaqəyə girirsə, biz onu götürürük tərkib. Yox, əgər girmirsə, müstəqil olaraq bir üzv kimi götürürük. Və kömək etmək, yaxşı olmaq və s. olmaq etməklə olanlar tərkib yaratmır. Məsələn, deyirsən ki, kömək etmək onun arzusudur. Onun arzusudur nə kömək etmək? Hə, kömək etməyi məsdər tərkibi götürüm? Yox. Etmək axı təkcə müstəqil bir söz deyil. Müstəqil söz deyil. Hə, ola bilər ki, məsələn, deyirsən ki, şəhərdə olmaq onun arzusuydu. Hə, olmaq artıq burada yaşamaq mənasındasa və yaxud bu məclisdə olmaq onun arzusuydu. İştirak etməkdir. Olmaq biz demişdik ki, iştirak etmək mənasında, yaşamaq mənasında olanda müstəqil olur. O başqa məsələ. Amma olmaq, etmək təklikdə bir məna kəsb etməyəndə biz onun qoşulduğu sözü də tərkib hesab etmirik. Yadınıza saxlayın ki, demək olar 90% belədir ki, olmaq etməklə tərkib yaranmır. Və mənim sizə ümumiyyətlə fe'lin təsriflənməyən formaları haqqında verəcəyim məlumatlar bu qədər. Nəsə kəm-kəsir də qaldısa, yadımdan çıxdısa, testin üzərində ətraflı formada izah eləyəcəm. Bu günlük bu qədər.